Bax, bu qiymətlərin hamısını götürüb qoyacaq yerinə. Deməli, 11-i götürəcək, qoyacaq bura. 11-i 2-yə böləndə 0 eləyəcək. Yox. Elsə düşəcək. 11-i nə eləyəcək? Vuracaq 2-yə. Eləyir 24. 22. Sonra onun rəqəmlərini cəmləyəcək. Niyə? İki rəqəmli ədədin ona böləndə axırıncı rəqəmi tapılır. Ona bölüb tam hissəni tapanda birinci. Bunlar cəmləyəcək. 22-nin rəqəmləri cəmi eləyir 4. Onu da S siyahısına əlavə eləyəcək. Onda S-in elementi oldu 4. Sonra 3 qoyacaq. 3-ü 2-yə böləndə 0 edir. Yox. Düşəcək aşağı. 3-ü 2-yə vuranda eləyəcək 6. 6 da tək rəqəmli rəqəmlərin cəmi 6-dır. 6-nı əlavə elədi. Sonra 22 qoyacaq. 22-ni 2-yə böləndə bəli 0 edir. 22 üstə 1 gələcək. Eləyəcək 23. 23-ün də rəqəmləri cəmi eləyəcək neçə? 5. Onu da əlavə edəcək bura. Olacaq 5. Sonra 14. 14-ü 2-yə böləndə 0 edəcək. Onun rəqəm üstünə 1 gələcək, olacaq 15. 15-in də rəqəmləri cəmi. Yox, haradasa səhv getdi. Qoy bir də baxım. Deməli, 11. 11-i 2-yə vurdu 24. 22. Rəqəmləri cəmi eləyir 4. Sonra 3. 3-ü də üstünə 3 öləmədi. Düşdü aşağı. 2-yə vurdu 6. 22. 22-ni rəqəmləri deməli 22 cütdür. 22 cüt olduğuna görə də üstünə 1 gəldi. Elədi 23. 23 də 23. Nəsə səhv gedir burada. 23. 23-ün də rəqəmləri cəmi 5. 14. 14-ün də rəqəmləri cəmi 14-ü toplayır. Cütdə axı 15. Yox, burada nəsə düz getmir. Nəsə düz getmədi. Nəsə səhv getdik. Burada nəsə düz getmədi. Deməli. 11 oldu. 11 qoydu bura. 11-i qoyanda 11-i 2-yə böləndə 0. Eləmir. 2-yə düşür aşağı. Mən səhv edirəm. 11. 11-in rəqəmləri cəm edir 2. 2-ni 2-yə böləndə 0 edir. 2-nin üstünə 1 gəlir edir 3. 3. 3-də eləmir, edir 6. 22. 22-nin rəqəmləri cəmi eləyir 4. Üstünə də 1 gələndə eləyir 5. 14. 14-ün rəqəmləri cəmi eləyir 5. 5-i 2-yə böləndə 0 eləmir, düşür LC-yə. 5-i 2-yə vurur edir 10. Və maksimum deyilsə o da olur 10. Cavab 10-dur burada. Bildiniz nə vardı? Ədədi götürdü, onun rəqəmlərin cəmini tapdı. Çünki 11-i 10-a böləndə 1 düşər, 11-i 10-a böləndə 1 düşər də. Rəqəmləri cəm eləyir 2. 2-ni 2-yə böləndə 0 elədi mi? Elə cütdür də, onun üstünə 1 gəldi, əlavə elədi S siyahısına. Sonra 3 oldu. 3-ün rəqəmləri cəmi ilə 3-dür də. Orada şərt ödəmi düşdü, 2-yə vurdu 6. Sonra nə qoydu? 22. 22-nin rəqəmləri cəmi 4-dür. 4 də cütdürsə üstünə 1 gəldi, elədi 5. Sonra 14. 14-ün rəqəmləri cəmi edir 5. 5 də tək olduğuna görə vurdu, düşdü elsə. 2-yə vurdu, elədi 10. Və maksimumda dediyinə görə burada ən böyük oldu 10. Aydın oldu. Aşağıdakını götürür, qoyur yuxarı və əməliyyatı aparır. İndi gəlin başqa bir defa baxaq. Deməli, burada da n int input n-ə qədər
n plus 1 isə 1-dən başlayıb n-də dayanacaq. Bu faktorialın tapılmasıdır. Hər birin ayrı-ayrılıqda faktorialını tapacaq, sonra tapdığı faktorialları cəmləyəcək. Məsələn, 1 qoysan, 1-in faktorialını tapacaq. 2 qoysan, 2-nin faktorialını tapacaq. 3 qoysan, 3-ün faktorialı və sonra bunları neyəcək? Cəmləyəcək. Olacaq, bir n parçasında olan natural ədədlərin faktorialları cəmi. Burada doğru cavab olacaq Y variantı. Məsələn, gəl bura baxaq. 3 qoydum yerinə. Burada qoydum 3. Düşdü aşağı. Deyir, Lns kiçikdir 5-dən. Lns, yəni say 1-dir də burada. Bir dənə element var. Hə, 1 5-dən kiçikdir. O zaman neyniyəcək? Lnsdən 1 çıxacaq. Lns 1-dən 1 çıxacaq 0. Deməli, S-in 0-cı elementin, 0 indeksli elementin üstünə D gələcək. 0 indeksli elementi nədir bizdə? 0 indeksli elementi 1-dir də. 1-in üstünə gələcək D-ni. Yəni 3-ü. Eləyəcək 4. Onda olacaq belə. 1 və 4. Sonra Lns 2 oldu. 2-dən element var axı. 2 5-dən kiçikdir, hə. Lns minus 1. 2-dən 1 çıxanda qalacaq 1. Birinci elementin üstünə 3 gələcək. Birinci elementim 4-dür. 3 də gələndə olur 7. Lns burada 3-dən olur. 3 5-dən kiçikdirmi? Hə. 3-dən, ikinci elementin üstünə 3 gələcək. 7-nin üstünə 3 gələndə eləyəcək 10. 1, 2, 3, 4. Lns kiçikdirmi 5-dən? 4 5-dən kiçikdirmi? Hə. 4 minus 1. Üçüncü elementin üstünə 3 gələcək. 0, 1, 2, 3. 3 ölür 13. Bu da eləyir A variant. Aydın olur. Sonra buradan nə ayıracaq? Başlayalım. Bu nə iş görür? Bu 8-li say sisteminə keçirilir. Birinci bunun yerinə 8 qoyacaq. 9 qoyacaq. 9. Biz onlu say sistemindən hər hansı bir say sisteminə necə keçirdirik? Bölməklə bölə-bölə gedirik, qalıqları toplayır. Bu da elə eləyir də, bax. K bərabərdir. 9-u 8-ə bölür, qalıq olur 1. S də bərabərdir. STRK dırnaqda 1 ilə boşluğu toplayır, eləyir elə 1. Sonra N də bərabər olur. 9-u 8-ə bölür, eləyir 1. 1 sıfırdan böldü, hə. 1/8 eləyir 1. 1 ilə 1-i toplayır 1. Yəni, normalda bu bildiyin 9-u 8-li say sisteminə keçirilir. Onda olur neçə? 11. 8-i də qoyur bura. Bax, bura C8. Bu da 2-li say sisteminə keçirilir. 2-yə bölə-bölə gedir, qalıqları tapır, toplayır. Sətrə çevir, toplayır, yan-yana yazsın. 8-li, 10-lu say sistemində olan 8 ədədi ikili say sistemində nəyə bərabərdir? Kim deyər? 1, 3 dənə 0. 1 yanında 3 dənə 0. Bəli. Sonra bunlarda toplayır. 11, 1 yanında 3 dənə 0. Onda 3 yanında 3 dənə 0 olur da cavab A variantı. Aydın oldu. Burada. 1-dən 6-ya qədər. 1-dən 6-ya qədər olur 1, 2, 3, 4 və 5. Bu yenə deyirəm, bax, bu yazış faktorialdır. 1, 5 parçasında 5-in özü götürür də, amma ilk naturallərin hasilini və 1, 2, 3, 4, 5 hasilini yoxsa faktorialını? Faktorial olar. Faktoriallar cəmləyir. Hasilini, onda 6 ədədin faktorial, ilk 6 ədədin faktorialları cəmləyir. İlk 6 ədəd olur orada. Deməli, 1, 2, 3, 4, 5 olur axı. Hansıca ilk 5 natural faktorlar, hə, burada var. Faktoriallar cəmləyir. Burada da 4, bəyəkçi 4-dür bu, bəyək bizim baxdığımız. Yox. X-in yerinə qoydum 4. F4-ü hesabla. F4. I kiçikdirmi 4-dən? Hə. S bərabərdir. S-i vurur I-yə.
Yəni faktorialdır da bu. Elə deyil. Ha, faktorialdır da bu Evet. 24. S-i vurur i-yə. Yəni 1-i vurur 1-ə eləyir 1. Yeni bir vahid artırır eləyir 2. 2-ni vurur 1-ə eləyir 2. Yeni sonra i olur 3. 2-nin 3'ə 6. 6'ını da vurur i olur 4, 24. Bu da eləyir bizə. Deməli bu nəyə verir bizə? 4 faktorialı. Faktorial, bu faktorial. Gəldik bura. Çox yaxşı bir sualdır. Foreign range 1-dən 6-ya. 1-dən 6-ya o demək ki 1, 2, 3, 4 və 5. Əvvəlcə gəlib bura 1 qoyursan. C1-i tap. C1 bərabərdir 1-dən M1-də axı, düzdürmü? 1 plus 1-ə qədər. 1-dən yəni 2-yə. 1-dən 2, foreign range 1-dən 2-yə nə alır? Bir dənə 1 alır da. Olur 1. Sonra 2-ni axırıncını almır axı. Sonra 2 qoyanda qaqa bura olur 1-dən 2 plus 1-ə. 3-ə. 1-dən 3-ə olanda nə alacaq? 1-i alacaq, 2-ni alacaq. Sonra 3 qoyanda 1-dən 4-ə. 1-dən 4-ə nə olacaq? 1 olacaq, 2 olacaq, 3 olacaq. 4 qoyanda nə olacaq? 1-dən 5-ə. 1-dən 5-ə nədir? 1, 2, 3, 4. Axırıncını almır. 5 də qoyanda 1-dən 6-ya. Yəni 1, 2, 3, 4, 5. Vəssalam. Bu da oldu A variantı. Aydın oldu. Aynen. Təşəkkür olsun mən nə deyirəm. Sonra bütün deflərə baxaq. İndi arabalar asandır. Bir dənə deflərdir. Ha, bu yox, bu bir dənə deyil. İki dənə defter əslində çətin deyil. Bunu da bayaq elədik. Ələmdarın sualı idi. Bunu da elədik. Gəldik bura. Bax, qəşəng sualdır. Deməli, iki dənə uşaqlar. İki dənə bizim dəyişənimiz var. Birinin adı predir. Birinin adı resdir. Res. Pre'nin qiymətləri. Res'in qiymətləri nədir? 8, 5. Bax, 8-i qoydum bura, 5-i qoydum bura. Pre'nin qiymətləri nədir? 2, 4, 5. 2-ni qoydum bura, 4-ü qoydum bura, 5-i qoydum bura. Gəlirsən bunu tapırsan. X-in üstünə Y gəlirsən. 2-nin üstünə 4 gəlirsən. 6, 5 də vurursan Z-də. Z-də 5 dəfə 30. İndi gəl resi tapaq. 8 budur, 5 budur. Düzdürmü? 8-dən 5 çıxırsan eləyir 3. Deməli, burada prenin qiyməti oldu 30, resin qiyməti oldu 3. 2 dənə pre var. Deməli, birinci 30-u qoydum bura. 3 elə 3-dür. Bu da nədir? Bu da 8-dən, bunu nə tapmışsan? 3 tapmışsan. Onda 30-u qoyursan bura. 3-ü qoyursan bura. 3-ü də qoyursan bura. 30-dan 3-ü toplayırsan 33, 3-ə də vuranda 99. Bunun qiyməti oldu 99. 2 dənə defimiz var. Biri F'dir, biri F2'dir. F, F2. Düzdürmü? F2'nin qiymətləri bilmirsən. F'in qiymətləri bax, bunlardır. 1, 0, 4. Sən birinci F'i yazacaqsan. Birinci F'i yazacaqsan. Niyə birinci F'i yazırsan? Çünki sən F2-ni bilmirsən axı. F2 deyir 4. F2-də 3 dənə qiymət var, düzdürmü? Bax bu 4. Bu 4'ü qoydum bura. Üçüncüyə də S-ni də yerinə 7 qoydun. Bəs B-ni yerinə nə qoydun? B-nin yerinə bax bunu qoymalısan. Bunları tapmalısan. Tapdığı qoymalısan B-nin yerinə. Yəni F-i tapmalısan da. İndi F-i gəl tapaq. Bu 1-dir. Bu 0-dır. Bu da 4-dür. A B-dən böyükdürmü? 1 0-dan böyükdürmü? Bəli. Bəs S də B-dən böyükdürmü? 4 də 0-dan böyükdürmü? Bəli. Ödəndi. Siz də bilirsiniz, mən də bilirəm ki, if ödəyəndə elfəcə də baxmırsan. A, B, C bunların cəmi. Cəmi nə qədər elədi qaqa? 5. 5 eləmədi. Cavab oldu 5. Sonra nə varsan? Deməli bunu 5 tapdın. Bu olsaydı bu. Bu return. Bir dəqiqə. Bu return nə returndur? Bax, bu bunun returnudur. Bu da bunun returnudur. Return ABC. Axırda vuracaq ha. İndi tapdıq.
F2-ni deməli bunun qiymətini qoydum 5. İndi B-ni vursan S-yə, 5-i vursan 7. A gözləyir, toplama gözləsin hələ. 5-i də vurdun 7-yə edir 35. Bunların da cəmi bizə nə verdi? 39. Aydın oldu? Olmadı. Aynen. Aynen. 1-dən 5-ə qədər. 1, 2, 3, 4. Əvvəlcə 1 qoyursan. Bax, F1-i tapırsan. F1 bərabərdir. 2 vurulsun 1, üstə gəlinsin 3. Bu da eləyir 2 birim 2, 3 də gəldin 5. Sonra 2 qoyursan. Bax, bu 2-ni qoyursan F2-ni tapırsan. F2 bərabərdir. 2 vurulsun 2, üstə gəlinsin 3. Yəni neçə? 7. Sonra F3-ü tapırsan, 3 qoyursan yerinə. 2 vurulsun 3, üstə gəlsin 3. 6 bu da 3, 9. Sonra da F4-ü tapırsan. 2 vurulsun 4, üstə gəlsin 3. 2 4-üm 8, 3 də 11. Sonra bunları toplayırsan. Yəni M sıfırın üstünə gəlirsən, F neçəni? 1-i. 0 0'dır, F1 də 5 tapmısan axı. Nə oldu yazmalı? Elədi 5. Sonra M bərabərdir. M 5-in üstünə gəlirsən F2-ni. Hər dəfə gələk onu toplayardıq. Yox, tapdıq, axırda toplayardıq. Toplanan yerləşən 5-in üstünə gəlirsən F2 nə tapdın? 7. Eləyir 12. Yəni buranın uşaqlar qısa şəkildə bunları toplayırsan da cəmləyirsən. Sonra aldığın cavabın üstünə 9-u gələrsən, sonra 11-i. 9, 11, 20, 7, 32. Cavab oldu 32 var yəni. Aydın oldu? Olmadı? Aynen. Olar. Yəni bir dənə problem budur ki, problem deyil əslində. Aşağıdakını yuxarı qiymət qoyursan. Bax 2-ni qoydun A-nın yerinə, 4-ü də qoydun B-nin yerinə. Düşdün bura. A plus B oldu 2 plus 4. Bu da bizə verdi 6. A B-dən böyükdürmü? A 2-dir, B 4-dür. Yox. Düşdün elsə. S-i B-yə vurursan. 6-nı vurursan B-yə nə qoymusan? 4 qoymusan da 4-ə. Eləyir 24. S dəyişdi qiymətini. Oldu 24. S plus 5. S bərabərdir. 24-ün də üstünə 5 gəlirsən. Eləyir 29. Cavab oldu burada 29. Belə. Sonra. Bunu yazdıq. 3, 2, 4. Ha, bunu deyəsən yazdıq da. Yoxsa yox yazmalı. Bunu deməli Yazdım elim yazdım. yazdıq. Yox, ola bilməz, bunu yazmamış. Böyle yazdım elim. 3, 2. İyi. Bunun Yok bu qiyməti değil. yox, yox, bu o 91-i yazmamış axı. Bunu yazdı. 3, 2 qoyursan yerinə. Birinci 3, 2 qoyanda bu olur 3, bu da olur 2. 3 böyük bərabər 2-dən, hə, x bərabərdir x-dan, yəni 3-dən çıxırsan, 2 vursun 4-dür. Eləyir -1. Nə tapdın? -1. Ondan sonra x-in yerinə -1 qoyursan, y-in də yerinə 4 qoyursan. -1 4-dən böyük bərabərdir? Yox. S, y bərabərdir. Y 4 üstə gəlsin, 2 vurulsun x. 2 vurulsun -1, -2. Bu da eləyər müsbət 2. X-dan da y-i toplayırsan. Yəni düz elədik bunu. X-in qiymətini tapmışdıq. -1, y. Bunun cavabı 1-dir uşaqlar. Səhv etməliysə 1 olmalıdır. Yəni 3, 2 qoydum bura. Yoxsa toplamadım axı mən bunu deyəsən. Ciddi değil. Yox, deyirəm də nəsə düz getmir. Elə bir hiss elədim ki, düz getmir. 3, 2 qoyanda 3, 2 qoyanda deməli belə. X olur, x 3 böyük bərabər, hə, x olacaq.
3 çıxılsın 4. Mənfi 1. X-dan Y-i topla. Mənfi 1-lə Bir topla euro. eləyir 1. Sonra X-in yerinə qoyursan 1-i, Y-in yerinə qoyursan 4-ü. İf ödənmir də. LC Y 2-ni 1-ə vurursan 2 2 birim 2 üstə 4 gəlir 6. Bununla da bunun altını toplayırsan eləyir 7 də. 7. Bəli. 7. Bunu da bayaq yazdıq. Sonra bu rekursiv funksiyadır. Bundan da gəlin bir dənə yazaq, elə bir dənə deyəsən yazaq. Deməli uşaqlar burada yerinə qoyursan 5-i. N oldu 95 mənə bir yazır. 95-i yox, 101-i yazırıq. N Hə, oldu bəli. Sən 5 birdən kiçikdirmi? Yox. Düşürsən elsə N, yəni 5 vurulsun cavab C yazaq da 4. Cavab 4. Ondan sonra N'in yerinə qoyursan 4. 4 birdən kiçikdirmi? Yox. Düşürsən aşağı N vurulsun, yəni 4 vurulsun cavab 3. N'in yerinə 3 qoyursan. 3 birdən kiçikdirmi? Yox. N 3 vurulsun cavab 3-dən 1 çıxana qalır 2. N'in yerinə 2 qoyursan. 2 birdən kiçikdirmi? Yox. 2 vurulsun cavab 2-dən 1. N'in yerinə qoyursan 1. N'in yerinə qoyursan 1. 1 birdən kiçikdirmi? Yox. Düşürsən aşağı N. Yəni 1 vurulsun cavab 0. N'in yerinə 0 qoyursan. N bərabərdir 0-a. 0 kiçikdirmi birdən? Hə. Onda return 1 qaytarsan. Deməli onda cavab 0-ın qiyməti 1 oldu. 1 vurulsun cavab 0 yazmamışdıq. Onda 1 vurulsun 1 eləyir 1. Aldığın bu 1-i gətirib qoysan burada yerinə. 2-ni vurursan 1-ə eləyir 2. 2. Bu 2-ni gətirib burada qoysan yerinə. 3-ü vurursan 2-yə eləyir 6. Bu 6-nı da bundan yuxarıda qoyursan yerinə. 4 vurursun 6 eləyir 24. Bu 24-ü də yuxarıda qoyursan yerinə. 5 vurulsun 24 eləyir 120. Bunun da cavabı oldu neçə? 120. Aydın uşaqlar, yəni bu nədir? 5 faktorialdır əslində. 5 faktorialı tapdı. Riyaziyyatda da desəm elə bir şey var, ha? riyaziyyatda faktorial var, hep böyle. Elə bir funksiya yoxdur. Yaza sonra atlan yuxarı qalırsan. Funksiyada bir şey yok. Yoxdur. Funksiyada elə olmuyor hemen. Heç buna uyğunluğu yoxdur da. Ancaq çıxa bir vurma olar, o da funksiyada görməmiş. Yaxşı, gəldik 105-ə. 2 dənə dəyişənimiz var. Simple 1, simple 2. Simple nə deməkdir uşaqlar? Bilirsiniz? Dəyişən verirdi orada sətr. Yox, burada dəyişəndir. Elə bir əhəmiyyət kəsb eləmir. İngilis dilində nə deməkdir? Sizdə hansı Sadə. Sadə deməkdir. İngilis dilində hansı səviyyədə danışırsınız? Səviyyəni bilmirəm, amma bir dənə də Belə İngilis dilində filmlərə baxanda başa düşürsünüz də söhbət nədən gedir. bəli. Özün necə danışa bilirsən ingiliscə, fikir çatdıra bilirsən. Çox yaxşı yox, belə də biraz bilim. İnşallah universitet illərində çalışın, İngilis dili kurslarında danışıq kurslarını artırın. Mükəmməlləşdirin. Çünki sizin ixtisasınız IT sahəsi odur ki, İngiliscə çox gözəl imkanlar yaradır. Deməli, 2 dənə dəyişənimiz var. Simple 2, simple 1. Simple 1-in qiymətini bilmirəm. Niyə? Çünki, bax, birinci yerinə 3 qoyacam. İkinci yerinə 5 qoyacam. X-in yerinə 5. Amma A-nı bilmirəm axı. A nəyə bərabərdir uşaqlar? Simple 2-yə. Deməli, mən simple 2-ni tapmalıyam burada. Tapdığım qiyməti gətirib burada A-nın yerinə qoyacam. Burada qoysam gətirib burada qoya bilərəm. Gəlin tapaq. Simple 2-də. Deməli,
Birinci 8'dir. Bu ikinci 6'dır. Y-də Z-də 3'dür də. X Y-dən böyükdürmü? 8 6-dan böyükdürmü? Bəli. Bəs Y Z-dən kiçikdirmi? 6 3-dən kiçikdirmi? Xeyr. Şərt ödənmədi. Daxı. Ora olsaydı ödəyərdi. Düşsən elsiyə. X üstə Y gəlirsən. Yəni eləyir neçə? 14. Deməli, simple 2-ni nə tapdın? 14 tapdın. 14-ü gətirib qoyursan burada yerinə. Niyə qoyursan? Çünki A simple 2-yə bərabərdir. Simple 2 14-dürsə, deməli A da 14-dür. Axı, bunlar bir-birinə bərabərdir. Burada da A yazmayıb. A qoyursan da yerinə. Y-i vurursan X-a, üstünə Z gəlirsən. 3-ü vurursan 5-ə, eləyir 15. 3-ü vurursan 5-ə, eləyir 15. Üstünə də 14 gəlirsən. 15-in üstünə 14 gələn neçə eləyir? 29. Aydın oldu. Aydın. İnşallah yəqin ki bir problem olmaz. Deməli, M2-1. Buna baxaq. 2-1 ilə müraciət elədik. A bərabərdir. A 2 üstə gəlinsin. A vurulsun 2. Yəni 4. Eləyir 6. B bərabərdir. A ilə B-ni toplayırsan. 6 ilə B-nə nə qoymuş? 1 qoymamışıq. 1 qoymuşuq. Eləyir 7. Düzdür. 2-1-in qiymətini tapdıq 7. Sonra nə edirsən? Sonra 2. A-nın qiyməti 2 olur. B-nin də qiyməti nə olur? 7 olur. A bərabərdir. A nə idi bizdə? A 2-dir də. Biz return elədik bunları. Eləmədik yaxı deyəsən. A-nı 6 tapdıq, B-ni 7 tapdıq. A, B return eləmədik yaxı 13. Deməli 13. İndi burada da 2, bir də 2, 1. A-nın yerinə 2 qoyursan, B-nin də yerinə 2, 1-də tapdığı qoyursan. A-mız olur 2, B-miz də olur 2, 1-də nə tapdıq biz? 13 tapdıq. A bərabərdir. A, yəni 2 üstə gəlinsin, 2 vursun 2. 4. Eləyir 6. B bərabərdir. A üstünə B gəlirsən. A 6-dır, B də 13-dür. Elədi 19. A ilə də B-ni toplayırsan. 19-dan da 6-nı toplayırsan, eləyir 25. Aydın olur? Oldu. Aydın. Uşaqlar yaza bilərsiniz. Hamısı mən yazmayayım da. 2-3 dənə qalıb, onu da siz yazın. Yazanmasanız yazarıq. Məsələn, bu qəşəng suallar var. Budur, 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 bu yox. Budur. Defləri işləyin. Aydın oldu uşaqlar. Aydın. Sabah mən istəyirəm ki, bir gün biraz mənim işlərim var. Dərsin də qalmasını istəmirəm. İmkan olsa mənə xəbər eləyin. 8-ə qədər deyin. Sabah biz dərs keçək, yoxsa seçməyək. Oldu? Oldu. Oldu. Hə. Sağ olun. Gecəniz xeyrə qalın. Sabah hakim. Sağ olun.